Salam əziz tələbələr, son zamanlar imtahanlarda istifadə olunan test tiplərindən birini izahını verəcəm sizə. Amma bu test tipi YÖS kitablarında və eyni zamanda Puza yayınlarında daha çox istifadə olunmuş sual tipidir. İndi Azərbaycanda bu istifadə olunur imtahanlarda. İzahını vermək istəyirəm. Göründüyü kimi birinci cədvəl verilib bizə və bundan ikinci cədvəl alınıb. Tip olaraq, qayda olaraq eynidir. Məsələn, bu misalda belə bir izah verə bilərəm ki, sizə 2-ni 3-ə vurublar və fikir verirsiniz, 2 ilə 3-ün ortasında yerləşən hissəyə 6 yazıblar. İkinci cədvəldə. Məsəl üçün, biz burada baxa bilərik ki, məsələn, 3 verilib, 4 verilib. Görürsünüzmü? 3 ilə 4-ün ortası hara düşür? Həmin hissəyə digər cədvəldə 12 yazıblar. Yəni, buradan artıq biz məlum olur ki, bizə bu vurma əməlidir. Burada vurma əməli ilə həll ediblər bunu. Və yaxud da aşağıda baxa bilərsiniz ki, 3-ü vurublar 5-ə, bunların ortası, görürsünüzmü? Cədvəlin sətr üzrə ikincisinə düşür. Baxın, burada 15 yazılıbdır artıq. İndi biz burada K-nı tapmaq istəyirsə, təbii ki, 4-ü 2-yə vurub K-nın 8 olduğunu tapırıq. K olur 8 və L-i tapmaq istəyiriksə, təbii ki, ikincidən də üçüncüyə keçiblər burada. L-i tapmaq istəyiriksə, 15 və 3-ün ortasında yerləşir. Deməli, biz 15-i 3-ə vurmalıyıq. Yuxarıda baxın 15-i vururuq 3-ə və L-in də 45 olduğunu tapırıq. 8 və 45-in cəmi bizə 53-ü verir. Yəni burada fikir vermək lazımdır ki, sütun üzrə görürsünüz, sonuncuda sütun üzrə alınıbsa, deməli soldan və sağdan mərkəzə doğru yaxınlaşdırıblar. Bu vurma ilə, toplama ilə, bölmə, çıxma ilə ola bilər. Bu testdə isə vurma ilə verilmişdir. Sadəcə Dövlət İmtahan Mərkəzinin son zamanlar istifadə etdiyi yeni test tiplərindən biridir.